Salam, hər kəsi xoş gördük, əziz həmkarlarım, sevimli şagirdlər və riyaziyyat həvəskarları. Sizinlə belə bir məsələni və həllini paylaşacağam. Şəkildə iki düzbucaqlı üçbucaq görürük. Onların hipotenuzları ortaqdır. AB AC-yə perpendikulyardır. AH BC-yə, DB DC-yə perpendikulyardır. YC 2 sm, YD isə 6 sm-dir. Bizdən AB-nin uzunluğu soruşulur. Əsas diqqətimizi yönəldək. YDCH. Baxın, bu dördbucaqlıya baxaq. Bunun qarşı bu bucaqlar 90 dərəcədir. Deməli, qarşı bucaqların cəmi 180 dərəcədir. Belə çıxır ki, bu dördbucaqlının xaricinə çevrə çəkmək olar. Bunun tərsi də doğrudur. Əgər çevrənin daxilinə dördbucaqlı çəkilibsə, bu zaman o dördbucaqlının qarşı bucaqların cəmi bir-birinə bərabər, həm də 180 dərəcədir. Həmən çevrəni keçirdək. Baxın, çevrədə metrik münasibətlərə görə BH vur BC bərabər olmalıdır BY vur nəyə? BD-yə. İndi isə əsas fikrimizi BAC üçbucağına yönəldək. Onu ayrıca burada çəkirəm, tam anlaşılsın deyə. A bucağı 90 dərəcə, AH hündürlüyü də var. Burada X-dir. Bu zaman düzbucaqlı üçbucaqda metrik münasibətlərə görə katetin kvadratı bərabərdir onun hipotenuz üzərində proyeksiyası vur hipotenuz. Onu qeyd eləyək. Yəni, x kvadrat bərabərdir BH vur BC. İndi qayıdaq yuxarı. Burada BH vur BC hər ikisində olduğuna görə onda belə çıxır. Bərabərdir x kvadrat olmalıdır. Və onda verilənlər yerinə yazaq. BY 2-dir, vurulsun. BD isə 2 + 6 8 sm-dir, bərabərdir x kvadrat. X kvadrat bərabərdir 16, x bərabərdir 4 aldıq. Məsələ həll olundu. Hansı yollardan istifadə elədik? İlk öncə dördbucaqlının xaricinə çevrə çəkdik. Sonra çevrədə metrik münasibətlər və üçbucaqda metrik münasibətlərdən istifadə elədik. Yəni, bir çox şagirdin bildiyi üsuldan istifadə etdik. Əslində, çətin olan bir məsələni həll elədik. Əgər videomu bəyəndisə, faydalı oldusa, bəyənsəz, paylaşsaz şad olaram. Təşəkkür edirəm.